Hamını yeni videodan salamlayıram. Yeni bir TV Box, yeni bir video. Z8 Pro Y5 Android TV. Geniş video icmalı, mən bildiyim qədərilə hələ ki yalnız mənim YouTube kanalımdadır. Buna görə də kanalıma abunə olun, bəyənmələri unutmayın ki, yeni videolar gəlsin, yeni lazımi, önəmli məlumatlar gəlsin. Abunə sayı və bəyənmələr təbii ki, YouTube'da önəmlidir və yeni videoların gəlməsinə səbəb olacaq inşallah. Z8 Pro Y5 olmağından görürük ki, prosesor Amlogic S905 Y5, Android TV, Android 14 və buradakı görürsünüz məlumatları. Belə bir qutuda gəldi və içindən belə bir pult, Bluetooth səsli axtarışı təsəlliyir təbii ki. Burada görürsünüz rəqəmlər. Bəzən bu rəqəmlər də lazım olur birbaşa rəqəmləri yazmaq üçün. Olması daha yaxşıdır, nəinki olmaması. Keyfiyyəti də deyərdim ki, normal bir pultdur. İndi TV Box'u sizə göstərim. Belə bir ön paneli var, saatı göstərir. Arxasında məlumatlar Y5 216 göstərilib. Bu tərəfdə 2 ədəd USB, 1 ədəd kart yeri. Bu tərəfdə AV çıxış, optik səs çıxışı, LAN girişi, HDMI və adaptörün girişi mövcud. İndi TV Box'umuza yaxından baxaq, necə deyirlər, məlumatlarımızı dəqiqləşdirək. Görürsünüz ki, Android 14 interfeys, standart Android TV interfeys. Ayarlar bölümünə gələk. Görürsünüz ki, 5G-ni dəstəkləyir. Cihaz tercihləri, cihaz məlumatları haqqında bölümünə gələk. Burada yenilənməni yoxlamaq olar. Fabrika ayarlarına sıfırlamaq. Model Z8 Pro Y5 Android 14. Onun üzərinə klikləyək. Görürsünüz ki, logosu göründü. Təhlükəsizlik yenilənməsi də 2025 iyun. Kifayət qədər yeni saymaq olar digərlərinə baxanda. Və indi ayda 64 ilə məlumatların dəqiqliyinə baxaq. Cihaz TV görürsünüz ki, fake yazılmayıb. Yəni saxta mal deyil. Ürədici Google göstərilib, model marka göstərilib, donanım, yəni sistem Amlogic. Yaddaş RAM 2 GB, boş qalmış yaddaşda sistem sistemin çıxdıqdan sonra yerdə 9-10 GB boş yer qalır, bu da kifayət edir. İşləmci, yəni prosesora baxaq, 4 növəli Cortex A55700 MHz tezlikdə işləyir. Kifayət qədər normaldır, Cortex A55. Ekran kartı, yəni video prosesoru da görürsünüz, Mali G31. Bu da normal. Android versiyasına da baxaq, Android 14. Orijinal, heç bir saxta yoxdur, görürsünüz. Temperatur 51-52 dərəcə, bu da normal. Kodekləri də baxaq, görüm, AV1 kodek mütləq şəkildə olmalıdır. Bəli, var. Çünki bu prosesor bu kodeki dəstəkləyir. AV1 kodek də YouTube'da önəmlidir. Bunu hər videoda qeyd eləmişəm. Proqram və istehsalçının məlumatları görürsünüz ki, kifayət qədər və dəqiqliklə daha doğrusu üst-üstə düşdü. Yəni ki, heç bir saxta məlumat yoxdur bu TV Box'da. Səsli axtarışı yoxlaya bilərik. Google Play. Google Play açdı. YouTube. YouTube for Android TV. Google servislər yeniləndikdən sonra, təbii ki, Google Play-ə akant əlavə etdikdən sonra, hal-hazırda görürsünüz ki, akant yoxdur. Google servislər yenilənəcək və səsli axtarış da kifayət qədər normal işləyəcək. Hal-hazırda da işləyir, elə bir problemi yoxdur. Amma Google servislər yeniləndikdən sonra daha stabil işləyəcək. Kifayət qədər görürsünüz ki, sürətlidir, çünki prosesor yenidir, sürətli prosesordur. Heç bir donma, tutulma, ilişmə yoxdur, görürsünüz, səs paneli kifayət qədər sürətli, azaldır, artırır səsi. Bizə əsas lazımdır gündəlik istifadə edədiyimiz proqramlarda və ayarlarda bizi incitməsin bu TV Box. Görürsünüz ki,
proqramdan geri çıxaraq, yenidən açaq, sürətinə baxaq. Görürsünüz ki, kifayət qədər sürətlidir. Digər YouTube. Bundan da geri çıxaq, çünki arxa fonda qalmasın. Və yenidən daxil olaq. Təbii ki, oturum istəyir, amma açılma sürətini gördünüz ki, kifayət qədər sürətlidir. 4K videolarda da problem təbii ki, yoxdur. Qısa bir video aça bilərik. Hansı bir video açaq. Biraz Wi-Fi-dan uzaq olduğuna görə yüklənmə biraz gec ola bilər. İşləməyində bir problem təbii ki, yoxdur. Video biçimləndirmə. Görürsünüz ki, AV1 kodeki də dəstəkləyir. AV1 kodeki də görürsünüz. Məncə kifayət eləyər məlumatlar. Belə bir TV box almaq, istifadə eləmək çox gözəl olar. Kifayət qədər TV box özünü yaxşı göstərir. Heç bir donma problemi yoxdur, görürsünüz. Bu videodan bu qədər. Növbəti videolarda görüşərik. Kanalıma abunə olun. Bəyənməyi unutmayın.